Xoş gördük hamını. Bugün deməli mən lobyadan dolma bükdüm. Yalancı dolma, istəsəz ətlə də bükün. Bu arada 2017-ci ildə mən özüm ilk dəfə öz yanımdan sarmaşıqdan dolma eləmişəm. Yəni yalancı dolma, hərəkətlə eləməmişəm. Çox da qəşəng olur. Yəni bildiyiniz o çernir rəngi, qırmızı, ağ, belə də çiçəklər açır bağlarda, bostanlarda. 2017-də mən ona elə ağlıma gəldi ki, bükün baxım, heç bir acılığı falan filan yoxdur, qəşəng də dolması olur. Bu heç. Ondan da bükdüm bu günlərim. Əsasən daha çox lobya yarpağından bükdüm. Canlı yayın boyu çox adam heç bilmirdi lobya ilə büküldüyünü. Lobya dədə babadan var. O heç. Amma sarmaşıqla ölkədə ilk dəfə mən bükmüşəm desəm olar. Hələ 2017-də. Gələnir 10 il olur. Lobya ilə ətlə də bükürlər, amma mən özüm üçün yalancı dolma elədim. Soğanı azca pörtürəm, yağ atıram, qovurmuram. Bir azca soğan öləndən sonra düyünü isladıram, yumru düyünü əlavə edirəm. Biber tökdüm, pomidor tökdüm, yəni nə istəsəz doğraya bilərsiniz. Bu axıradır deyə tam görsənmir. Reyhan əlavə elədim ki, işin şüyüd olsa daha da qəşəng olar. Reyhan əlavə elədim. Və salam. Bundan qalan nə əlavə elədim mən? Duz, istiyot, sarı kök. Qəşəng bükdüm. Çiğ dadı çox qəşəngdir. Bu arada qovurdum. Bunları çiğ də eləmək olar. Düyünü isladıb. Bulgur, noxudu qaynadıb qoya da bilərsiniz. Mərci, keyfiniz nə istəyir. Düyünlə daha dadlı olur. Tam yalancı dolma deyə, yəni özüm öz istədiyim kimi resept eləmişəm də, belə deyim. Mən çox adam nanə ilə bişirim, mən reyhanla bişirdim. Pomidor, biber, hər şeyi əlavə elədim. Qovurdum, azca qovurdum və salam. Belə daha dadlı olur. Başlayırsan, lobya da qaynar su tökürsən. Görürsünüz, burada qalıbdır. Qaynar suyu götürür, sonra soyuq suyunun altına tutur, şoklayırsan. Başlayırsan, lobya ilə yavaş-yavaş bükməyə. Acılığı yoxdur, çox da qəşəng, yumuşaq, rahat, həzm olunur. Yenə deyirəm, lobya ilə istəsəz ətlə də edə bilərsiniz. Bu dədə babadan var. Amma bu sarmaşıqla mən özümdən yoxladım. 2017-də heç bir problem yoxdur, yemək olur. Belə, bunları da bükdük, yığıram indi qazana. Çox da qəşəng görüntüsü var. Qəşəng də dadı olur. Bu arada ət yemirəm deyənlər belə eləyə bilər. Hətta pomidor, biberin içinə də qalan içliyinizi əlavə edib, ora qoya bilərsiniz. Bu da əla. Rəngin gözəlliyinə baxın. Lobya yarpağından dolma. Bir sözlə ət əlavə eləsəz daha qəşəng olur, amma belə yalancı dolmada çox qəşəng olur. Mən sevirəm. Özü də qovrulmuşu. Yəni yağda biraz qovurub götürəndə daha dadlı olur. Amma elə bil ki, çiğdən eləsəz onu bükmək çətin olur. İndi bu gedir pişməyə, üstünə də yenə yarpaqları, hamısını yığıram, üstünə də yarpaqları düzürəm, qoyuram pişməyə. Pişmiş halında axırda çəkib göstərərəm. Yeməyimiz pişdi. Baxaq görək. Burada nələr var? Bax. Üstünə pomidor, biber də düzdüm sonra. Lobyanın yarpaqlarını götürək, bir də sarmaşığın. Baxın, gözəlliyə baxın. Görürsünüz nə qəşəng. Çəkək bunu. Qızlar, baxın. Bəh. Hələ bu yalancı dolmada, lobyada. Bunu ətlə bişirəndə daha gözəl olur. Yazın görək, hardan izləyirsiniz, heç siz lobya dolması yemişsizmi? Sarması, boyu tapıb sözü deyə bilmərəm. Sarmaşıq dolması da var içində. Heç seçilmir lobyadan. Amma çox qəşəngdir, ikisi də super. Sarmaşıq resepti özümə məxsusdur. Ümumiyyətlə bu resept özümə məxsusdur. Amma lobya ilə ətlə bükənlər olur. Yazın görə heç görmüşdünüzmü belə lobya və yaxud sarmaşıq dolması? Bu sözü bugün tapa bilmirəm. Qeyri-adi dadı var. İnanın ki, qəşəng. Mütləq pişirin, məsləhətdir. Pişirin, yiyin.